Salam xanımlar, hər vaxtınız xeyir olsun. Dedim bu iki dənə möhtəşəm məhsulu mən sizdən bölüşməliyəm. Amma ən əsası Gimplası. Həqiqətən də çox möhtəşəm bir məhsuldur, çox gözəl məhsuldur. Bunu qaynanamın üstündə sınamışdım. Dedim sizə nəticəni bölüşəcəm, amma yadımdan çıxmışdı. Həqiqətən də realları deyirəm. Yəni qətiyyən məhsul getsin deyənə, ya şirkətə kimsə gəlsin deyənə demirəm. Çox gözəl məhsuldur. Hətta bunu anama belə vermişdim. Anam da belə razıdır. Mənə deyir ki, bundan al gətir, bundan al gətir. Qaynanamın şəkəri var. Bir gün şəkərini ölçdüm, 405 idi. Dedim ki, bəs belə bir məhsul var. Həm ayağının üstü də, bilirsiniz necədir? Şəkəri qalxanda həm ayağı üstü ağrıyır, həm də ayağı yanır. Bu məhsul yadıma düşdü, yapışdırdım ayağına. Şəkəri də indi, ayağının ağrısı da getdi. Təsəvvür edin, özü səhər-səhər gəldi mənə dedi ki, bu çox gözəl məhsuldur, bunu ver mənə, qaynanama verdim. Gimplas 300-dən çox xəstəliyi müalicə edir. Həqiqətən də çox gözəl məhsuldur. Qrija, zob, uşaq üçün, məsələn, uşaqlar girib olanda biraz kəsib, budur plastır. Bundan biraz kəsib uşağın ayağının altına, ya qoluna, ya kürəyinə yapışdıra bilərsiniz. Şəkəri təmizləyir, çox gözəl məhsuldur. İnşallah ki, yenə alacağam. Gimplasdan sonra bəyəndiyim ikinci məhsul Body Plus. Həqiqətən çox gözəl məhsuldur, vitaminlərlə doludur. Bunu evdə yalnız mən istifadə edirəm. Bədəninizin istənilən nahiyəsinə yapışdıra bilərsiniz. Bilirsiniz ki, bədəndə vitamin olmayanda bir çox xəstəliklər yaranır. Bu sağlam insanlar da bu plastırı yapışdıra bilər. Məsələn, bədəninizin istənilən nahiyəsinə yapışdırırsınız. Dəri altı vasitəsilə sizə hansı vitamin lazımdırsa, onu özünə çəkir. Mən istifadə edirəm deyənə gündə bir dəfə, daha doğrusu 48 saat qalmalıdır. Mən gec-gec istifadə edirəm deyənə hələ çoxdur bu. Bu ikisi də çox gözəl məhsuldur. Gimplas, Body Plus. Dərmandan bezənlər üçün həqiqətən çox gözəl məhsullardır. Sınamadıqlarım da var. İnşallah sınayıb sizlə nəticəni bölüşəcəm. Bir də sizə danışmaq istəyirəm Epibis Plus'dan. Bu da çox gözəl bir məhsuldur. Gecələr yata bilmirsinizsə, baş ağrınız varsa, öz-özünüzə beyninizdə danışırsınızsa, sizi daha asan yuxuya aparacaq. Səhər duranda daha gülümsək oyanacaqsınız. Belə yumru olur. Bunu ya alnınızın ortasına yapışdırırsınız, ya da qulağınızın altında, arxasında belə yapışdırırsınız. Sizi daha yaxşı gümrah saxlayır. Gecələr daha asan yuxuya gedə bilirsiniz. Bu da çox gözəl məhsuldur.